Axşamdan yağan yağış bu dəfə də fəsadsız ötüşmədi. Paytaxtda yolları su bastı. Kürdəmirdə də güclü leysan küçələri keçilməz etdi. Ukraynalı məhbuslar orduya qoşulur. Burada hər kəs bərabərdir. Keçmişlərini unutmalıyıq. Yeni şans verməliyik. Qaranlıq keçmişi olanların ön xəttdəki hekayələri. İsrail, Yəmən və Suriyaya hava zərbələri endirdi. Ölənlərin də olduğu əməliyyatları Netanyahu canlı izlədi. Hər vaxtınız xeyir. İTV Xəbərin saat 16 buraxılışını təqdim edirik. Studiyada Ayşən Hüseynovadır. Prezident İlham Əliyev Belarusun baş naziri Aleksandr Turçini qəbul edib. Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda Gəncə Avtomobil Zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa quruculuq işlərində iştirakı məmnunluqla qeyd edilib. Görüşdə ölkələrimiz arasında şəhər salma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. Ölkəmizdə səfərdə olan Belarusun baş naziri Aleksandr Turçin Füzuliyə gedib. Baş nazir Əli Əsədov Belaruslu həmkarını Füzuli beynəlxalq aeroportunda qarşılayıb. Qonağa hava limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə, təxminən 9 aya tikilib. Füzuli beynəlxalq hava limanı bugün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli beynəlxalq aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat logistika mərkəzinə çevrilməkdədir. Belarusun baş naziri ermənilərin işğal illərində törətdiyi dağıntılarla, həmçinin şəhərin azad edilməsindən sonra aparılan tikinti bərpa işlərinin gedişatı ilə tanış olub. Buraxılışımız davam edir. İsrail ordusu Yəmənin Hodeyda limanı və onun ətrafına ondan çox hava zərbəsi endirib. Hodeydanın şərqindəki sement zavodu isə 4 zərbə ilə vurulub. Ümumilikdə hücum zamanı 2 nəfər ölüb, 42 nəfər xəsarət alıb. Məlumata görə Hərbi Hava Qüvvələrinin komanda mərkəzindən Husilərin hədəflərinə yönələn hücuma rəhbərliyi baş nazir Benyamin Netanyahu edib. O, əməliyyatları həm də birbaşa olaraq izləyib. İsrail ordusundan bildirilib ki, əməliyyatda Hodeyda limanı və onun ətrafındakı Husi üsyançılarına məxsus obyektlər hədəf alınıb. Həmçinin İsrail ordusunun Suriya ərazisinə zərbələr indirdiyi bildirilir. Ukrayna Rusiyanın paytaxtı və regionlarına 100-dən çox dronla hücum edib. Hücumla əlaqədar Moskvada 4 hava limanının işində fasilə yaranıb. Regionlarda ümumilikdə 13 hava limanı işini dayandırıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə onlarla dron zərərsizləşdirilib. Moskva üzərində vurulan dronların qalıqları çox mərtəbəli yaşayış binasının üzərinə düşüb. Xəsarət alanların olmadığı bildirilib. Ukrayna ordusunun Alkatraz adlanan xüsusi bölməsi hərbçilərinin keçmişi ilə mübahisələrə səbəb olub. Belə ki, bu bölməyə məhbuslar cəlb edilir. Onlar keçmişdə törətdikləri cinayətlərə baxmayaraq könüllü şəkildə döyüşə qatılırlar və bu şansı onlara yaradan Ukrayna parlamentinin qəbul etdiyi yeni qanundur. Hərbçilər arasında əvvəllər oğurluq və qaçaqmalçılıqla məşğul olanlar da var. İndi isə həmin şəxslər ön cəbhədə vuruşurlar. Ukrayna ordusunun Alkatraz bölməsi. Adı çəkilən bölməyə daxil olan hərbçilərin keçmişi suallar doğurur. Kans ləqəbli hərbçi maşın oğurlayıb, 5 il həbs cəzası alıb. Sabiq isə qadağan olunmuş maddələri sərhəddən keçirməklə məşğul olub. O, 9 il həbsxana cəzası çəkməli idi, lakin hərbçi çatışmazlığı ilə üzləşən Ukrayna bu məhbusların keçmişini unutmaq məcburiyyətində qalıb. Новые люди.
Burada hər kəs bərabərdir. Keçmişlərini unutmalıyıq. Yeni şans verməliyik. Döyüşmək üçün motivasiyaları var. Məhbusları orduya qoşulmağa heç kəs məcbur etmir. Öz iradələri ilə qoşulurlar. Ötən il Ukrayna parlamenti məhbusların ordunun xüsusi bölmələrinə qoşulmasına icazə verən qanun qəbul edib. Sabik hələ təcrübəli deyil, lakin döyüş yoldaşı Kans 2014-cü ildə Donetskdə vuruşub. O, məhbusların döyüşlərə qoşulmasına icazə verən qanunun qəbulunu uzun müddət gözləyib. Bir saniyə belə tərəddüd etmədim. Dərhal hərbi xidmətə çağırılmağımı tələb etməyə başladım. Həbsxanada vaxt itirməkdənsə, burada olmağım daha yaxşıdır. Müharibə başlayandan orduya qoşulmaq istəyirdim. Bürokratik əngəllər səbəbindən bunu etmək çətin idi. Lakin öhdəsindən gələ bildim. İndi buradayam. Hər məhbus orduya cəlb olunmur. Onları bölmələrə yığanlar diqqətlə seçirlər. Yalnız fiziki və zehni baxımından hazır olanlar orduya qoşula bilərlər. Vaxtilə Baxmutda döyüşmüşəm. Wagnerin döyüşçüləri ilə üzləşmişəm. Onların necə insanlar olduğunu bilirəm. Biz də bəzi hərbçiləri həbsxanalardan cəlb etmişik. Lakin Wagner döyüşçüləri və bizimkilər arasında fərq var. Biz ancaq sıralarımıza qoşulmaq istəyənləri, hazır olanları seçirik. Orduda xidmət etmək istəyən məhbuslarla 3 illik müxtəlif müqavilələr imzalanır. İlk ildə onları götürən briqada məsuliyyət daşıyır. Növbəti 2 il ərzində isə bölmələri dəyişmə imkanı verilir. Müqavilə bitdikdən sonra həmin məhbuslar tərxis olunacaqlar. Dünən axşamdan yağan yağış səbəbilə paytaxt küçələrində bir sıra yolları su basıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə müraciətlər edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal su basan ərazilərə cəlb olunub. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində suyun çəkilərək kənarlaşdırılması və digər zəruri tədbirlərin görülməsi təmin edilib. Amma hələ də paytaxt ərazisinin bir sıra yerlərində yağış suyu qalmaqdadır. Bu ərazilər Binə qəsəbəsi, Maşdağa şosesi, Ramana qəsəbəsidir. Sakinlər illərdir eyni vəziyyətin olduğunu deyirlər. Qeyd edək ki, çəkiliş qrupumuz hadisə yerindəykən bələdiyyə nümayəndələri əraziyə gəlib və suyun çəkilməsi prosesinə başlayıblar. Zabratdan dönürsən Məşdağa körpüsü üçün oranı da su basıb. Həmən bitdədir yol. Burada ara küçələr necədir? Valla demirəm, biz bura qonaq gəlmişik. Yəqin ki, elə bu girişindən məlumdur da ara küçələrin də aqibəti. Maşın zapçasları tökülür, qalır yolda. Neçə illərdir belə deyib, baxan yoxdur, şikayətə baxan yoxdur. Mən özüm 24 ildir buradayam, burada yaşayıram. Elə gözümü açandan elə buranı belə görmüşəm mən. Yəni düzəldən yoxdur. Özümüz sakinlər buranı yığırıq, düzəldirik. Yenə yağış yağan kimi dağılır buralar, pis günə qalır. Körpə uşaqlardır. Vallahi elə yer var ki, qabaqda çəkiliş apararsınız yəqin. Vallahi uşaq girsə batacaq orada. Bu belə maşın keçə bilmir oradan, çətini çəkir. Bu sönüb qalır. Uşaq necə geçsin? Birincisi çəkmə geyinməlidir uşaq. Böyük kişilik hamısı əziyyət çəkir. Kürdəmirdə də güclü yağış rayonun Bakı prospektində, Şəhriyar, Məhəmməd Hadi və Şəhid Fuad Şirəliyev küçələrində yolları keçilməz edib. Yağış dayansa da fəsadlar davam edir. Suyun çəkilməsi üçün əraziyə aidiyyatı qurumların texnikası və canlı qüvvəsi cəlb olunub, zəruri işlər həyata keçirilir. ...2025-2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Valideynlər 6-20 may tarixlərində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər. Bildirilib ki, müsahibə mərhələsi 12-31 may tarixlərində təşkil ediləcək. Bu mərhələni uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi
icrası isə 17 iyun 12 sentyabr tarixlərində təşkil olunacaq. Qeyd edək ki, məktəbə qəbul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Körpə sağlamlığının qorunması və inkişafı məqsədi ilə son bir ildə 5 müəssisə olmaqla ümumilikdə 15 körpə dostu klinikası təyin edilib. Bu siyasətin mərkəzində dayanan əsas amil doğuşdan sonraki ilk saat ərzində dəri təması və ana südü ilə qidalanmaya başlamaqdır. Bunu Möcüzə Qida Ana Südü konfransında təbibin departament müdiri Nəzrin Mustafayeva deyib. Konfransda ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri mütəxəssislərin iştirakı ilə müzakirə olunub. Qeyd edək ki, tədbir təbibin tərəfdaşlığı, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Nutrisiologiya və Dietologiya Assosiasiyası ilə birgə həyata keçirilib. Alergik ekzema, atopik dermatit, ondan sonra alergik asma, bu süni qidalanan uşaqlarda, yəni ki, gözə çarpan dərəcədə, mən indi şəxsi praktikamda bir təqqiqat aparmıram ona, amma ki, gözə çarpan dərəcədə bu bəlli olur ki, yəni bu süni qidalarla qidalanan uşaqlarda bu xəstəlik nisbəti daha çox görülür. Eyni zamanda da immun sistemindən də danışaq. Bildiyimiz kimi ana südündən insan immunoglobulini, eyni zamanda anticismlər də keçir, hansı ki uşağı qoruyur və immuniteti formalaşdırır. Mayın 13-dən 16-sına kimi Bakı Ekspo mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək. Bunu sərgi öncəsi keçirilən mətbuat konfransında tədbirin təşkilatçısı Bəhruz Hidayətzadə bildirib. Onun sözlərinə görə sərgidə 30-dan artıq ölkədən 450 şirkət iştirak edəcək. Azərbaycanın müxtəlif regionlarında, Naxçıvanda, o cümlədən işğaldan azad edilmiş bölgələrdə fəaliyyət göstərən fermerlər də bu sərgiyə qatılacaqlar. Qeyd edək ki, gələn ildən sərgi Bakı Kənd Təsərrüfatı həftəsi çərçivəsində təşkil olunacaq. Qida sənayesi sərgisində bu müddət ərzində 3000-dən çox şirkət iştirak etmişdir, 50-dən çox ölkə təmsil olunmuşdur və 150 min peşəkar mütəxəssis sərgiləri ziyarət etmişdir. Sözsüz ki, bu bir rəqəmlər olsa da, bunun arxasında çox ciddi bir iş əlaqələrin qurulması, yeniliklərin sənayedə, kənd təsərrüfatı və qida sənayesində tətbiqi. Zəngilan, Qubadlı, Cəbrayıl bu zonada Prezidentin xüsusi nümayəndəsi ilə birlikdə ilk bootcamp təşkil olunmuşdu. Həm tələbələrin, həm yerli fermerlərin iştirakı ilə birlikdə və ənənəvi olaraq Aqrar Biznes Festival təşkil olunmuşdu. Biz belə qənaətə gəldik ki, həmin ərazidə yaşayan fermerlər də mütləq şəkildə Bakıda iştirak etməlidir. Onların sırf hansısa bir məhsul ilə iştirak etməsi əsas deyil. Əsas odur ki, onlar gəlib mərkəzdə olan yeniliyi görsünlər. Bu saatlıq bu qədər. Diqqətiniz üçün təşəkkür edirik. Salamat qalın.